Hanımlar ve cənablar, efirde 61 verilişidir. Bugün bizimle oynayanlar, keçən oyunlardan 2540 manat toplayan Kürdəmirdən marketing eksperti Elgün Abdurrahmanov, Bakıdan risklər üzrə menecer Qədir Bağırov, Beyləqandan proqramçı Namik Quluzadə və verilişin aparıcısı Nərmin Knyaz. Hər birinizi yenidən studiyamızdan salamlayırıq. Azərbaycan Respublikası El və Təhsil Nazirliyinin dəstəyi ilə İctimai Televiziyanın efirində 61 izləyirsiniz. Əziz izləyicilərimiz, seçim oyunlarımız davam etməkdədir. Bu mövsümdə Azərbaycanın müxtəlif bölgələrindən, müxtəlif yaşda intellektuallar yarışırlar və onlardan biri böyük finalda 5000 manat pul mükafatı qazanacaq. İndi isə bugünün qalibini seçməyin zamanıdır. Beləliklə, başlayırıq oyunumuza. İlk raund və 6 mövzumuz. Məşhur İtalyanlar, əzələlər, yemək haqqında hər şey, Sovet cizgi filmləri, olmasın, bu olsun. İki mümkün sualdan birini verməlisiniz. Ada hecası olan sözlər eşidərik. Elgün, ötən oyunun qalibi kimi seçimi siz edirsiniz. Məşhur İtalyanlar 50. Tam adı Salvatore olan məşhur L'Italiano hitinin ifaçısı. Amma biz onu daha çox kiçiltmə və əzizləmə mənalı ismi ilə tanıyırıq. Elgün... Toto nədir? Toto Kutunya. Bəli, söhbət Toto Kutunyadan gedirdim. Davam edək. Məşhur İtalyanlar 40. Eyni şəraitdə bərabər həcmli istənilən qazlar eyni sayda molekuldan təşkil olunub deyə iddia edən İtalyan, qanun da elə onun adını daşıyır. Elgün... Bernoulli kimdir? Yox. Fermi kimdir? Xeyr Qədir, o da deyil. Bu molekulların sayı Amadeo Avogadro ədədi adlanır. Davam edək. Ada 50. Wikipediyadakı məqaləsində iç hazırlamaq üçün badam qaynar suda pörtülür sözləri olan şirniyyat. Elgün? Badam bura nədir? Doğrudur. Ada 40. Ölkənin ümumdaxili məhsul göstəricisinin alıcılıq qabiliyyəti paritet üzrə digər adında olan və mövzuya uyğun gələn söz. Bu göstəricini adam başına düşən ümumi daxili məhsulda adlandırırlar. Davam edək. Ada 30. Sinonimlər lüğətində bax, dost, yoldaş, arkadaş. O olmasın, bu olsun 50. Bakının Ə hərfi ilə başlayan və məscidlərindən biri Tutağacı məscidi adı ilə tanınan 32 kəndindən biri. Qədir? Əmircan nədir? Doğrudur. Sovet cizgi filmləri 40. Belçika krallarının, hətta Senegal prezidenti və Wolfgang Amadei Mozart'ın atasının adaşı olan cizgi filmləri seriyasının baş qəhrəmanı. Elgün? Leopold kimdir? Doğrudur. O olmasın, bu olsun 40. Dahi atasının çəkdiyi portretdə Aydan Salahovanın görünən əli, digər əli Aydanın oturduğu oyuncaq at örtür. Sol əli. Qədir? Nədir? Deyil. Elgün? Sağ əl nədir? Oyuncaq at sol əli örtür, sağ əli isə görünür. Davam edək. O olmasın, bu olsun 30. İkinci Dünya Müharibəsi dövrünün Alman tankı Tigerin rəsmi adındakı sıra nömrəsi. Qonşu sıra nömrəsinə malik Pantera T5 adlanırdı. T6. Davam edək. Yemək haqqında hər şey 50. Səhər yemək üçün tərəvəzli türk qayğanağı. İçinə soğan əlavə edib etməmək milli müzakirə mövzusuna çevrilir. Elgün? Menemen nədir? Doğrudur. Yemək haqqında hər şey 40. Qabarıq hissəsində nələrsə, məsələn, lavaş və ya qutab pişirilməsi mümkün olan əşya. Saç Qədir? nədir?
Bəli, odun. Sovet çizgi filmləri 30. Çəpişin gəmidə saydığı sərnişinlərin sayı. Bundan sonra gəmi batmağı dayandırdı. Belə şeylər yalnız çizgi filmlərində mümkündür. Çizgi filmi ona kimi saymağı bacaran çəpiş adlanır. Davam edək. Yemək haqqında hər şey 30. Adi restorandakı kimi səhər yeməyi, nahar və şam etmək mümkün olan qatar vaqonları. Elgün Kupe nədir? deyil. Qədir, Vaqon restoran nədir? bəli, odur. Məşhur italyanlar 30. 3 Grand Prix-də qələbə qazanmış fiziko, yəni fizik ləqəbli İtalyan Formula 1 pilotu Namik. Rossi kimdir? Yox, Barrichelli kimdir? xeyr Qədir. Giancarlo Fisichella'dan gedirdi söhbət, artıq çıxış etmir. Davam edək. Sovet çizgi filmləri 20. Əbədi donuşluqdakı ərimiş buzlaqdan çıxan mamont balasına analıq edən heyvan. Fil nədir? Bəli Qədir, odur. Sovet çizgi filmləri 10. 50 xal. Əli xalan gediş edirsiz. Günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. İngilis dili Wikipedia məqaləsində Sovet Mickey Mouse'u adlandırılan cizgi filmi qəhrəmanı. Zayt nədir? Böyük yumru qulaqlarına görə Çeburashkanı belə adlandırırdılar. Təəssüf, davam edirik. Məşhur italyanlar 20. İtaliya Qardaşları Partiyasının əsasını qoyan baş naziri. Maraqlıdır, görəsən niyə İtaliya bacı və qardaşları yox? Elgün, Meloni kimdir? doğrudur. Davam edək. Əzəllər 50. Ağız boşluğunu qida borusu ilə birləşdirən əzələ borusu. Əsas vəzifələrindən biri udulmuş qidanı daha da içəri itələməkdir. Elgün, Udulaq nədir? bəli, udulaqdır. Əzəllər 40. Əzələlərdə oksigenin iştirakı olmadan glukozanın parçalanması zamanı yaranan və yorğunluq əmələ gətirən turşu. Digər adı laktatdır. Söhbət süd turşusundan gedirdi. Davam edək. Olmasın bu olsun 20. Akordeonun digərindən daha çox olan klavişlərinin rəngi. Ağ nədir? Bəli, Namik, odur. Əzəllər 30. Nəfəs alma zamanı gərilən, nəfəs vermədə isə boşalan əsas əzələ. Ağciyər. Ağciyər əzəlləri nədir? Deyil. Elgün. Diafragma nədir? Doğrudur. Yemək haqqında hər şey 20. 1892-ci ildə Yeyərsən qaz ətini, görərsən ləzzətini piyesini qələmə almış ədib. Elgün. Nəcəf Əvəzov kimdir? Yox. Aydın. Namik. Əbdürrəhim bəy Haqverdiyev kimdir? Doğrudur, Namik. Ada 20. Odisseyanın prikveli olan əsər. Namik. İlyada nədir? Doğrudur. Ada 10. Ərə gedən madmazel. Qədir. Madam nədir? Doğrudur. Səs eşitdiniz. İlk raund geridə qaldı. Xallara nəzər yetirək. Qədir, mənfi 10 xalınız var. Namik, 0 xalla ilk raundu bitirirsiniz. Elgün, sizin isə 240 xalınız var. Qısa fasilədən sonra ikinci raundu oynayacağıq. Əziz izləyicilər, 61 davam edir. Bizi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə izləyirsiniz. Artıq biz
Günün ikinci raundundayıq və bugünün iştirakçılarını tanıyacağıq. Namik, xoş gördük sizi. Hoş gördük. Namik, Brain Ringdə də səhv etmirəmsə tez-tez iştirak edirsiniz. Bəli. Fərqi nədir orayla buranın? Hansı daha asandır? Düşünürəm ki, Brainingdə oynamaq daha rahatdır. Çünki komandada 6 şəxs olur və 6 nəfərin başı bir nəfərin başından daha yaxşı işləyir. Və burada da müddət daha qısadır. Aha. Ona görə düşünürəm ki, 61 oynamaq daha biraz çətindir. Zövq ala bilirsiniz oyundan. Təbii ki. Düşünürsünüz ki, ora uyğunlaşdığınız üçün biraz çətin gəlir. Bura adaptasiya olmaz, yoxsa? Yox, sadəcə düymədə biraz gecikirəm məncə. Amma bilirsiniz, Rəqiblərimdən ona bizim görə. hələ qarşıda ikinci raundumuz var. Bəli. Uğurlar sizə. Çox sağ olun. Qədir, xoş gördük. Salam. Bu yaxınlarda Barselonada olmusunuz Bəli. və Barselona barəsində bizə vermək istədiyiniz məlumatlar var. Nə xoşunuza gəlib? Hər şey xoşuma gəldi. Yəni mühit yaxşı idi. Yeməkləri dadlıdır. İnsanları şən. Arxitekturası çox gözəl. Aha, kimsə istirahətə gedəndə soruşanda nə xoşuna gəldi? Yeməklər, insanlar. Zaten istirahətə Bibi. elə onun üçün gəlirdi. İstirahət üçün getmişdiniz. Yəni Bəli, belə bəli, başqa istirahət bir üçün. yerə gəzmədiniz? Tarixi yerləri. Gəzdim, yəni Barselonada, Madriddə, yəni demək olar ki, mümkün olan bütün maraqlı yerləri gəzə bildim. İspaniya cənubunda oldunuz? Xeyr. Ancaq şimal bölgələrdə. Yəni Barselona və Madriddə olmuşam ancaq. Barselonada və Madriddə olmusunuz. Qədir, Bəli. əslində bilirəm ki, Barselonaya gedib oranı təcrübədən keçirənlər iki yerə bölünür. Barselona bəyənənlər və bəyənməyənlər. Mənim üçün Barselonanı bəyənməmə səbəbim orada 2 dəfə mənim başıma oğurluq hadisəsinin gəlməsidir. Belə bir hal yaşanıbmı sizdə və ya nə xoşunuza gəlməyib? Belə bir hal yaşanmadım, bəs ehtiyatlı davranırdım. Ümumiyyətlə Barselonaya gedib xoşuna gəlməyən insanlar da biraz mənə maraqlı gəlir. Qədir, uğurlar Çox sizə. Elgün, xoş gördük. Xoş gördük. Elgün, diqqətimi çəkən bir məqam var. Aha. Artıq neçənci oyunda oynayırıq biz bu mövsümdə sizlə? Bu dördüncüdür. Üçünü eyni köynəklə oynamışam. Bildiniz artıq nədən danışacağım. Uğur gətirir təbii bu köynək sizə. Özümə ona inandırmışam hələ ki. Başqa seçimim də yoxdur açığı. Ona görə bunu bir belə deyim də uğurlu simvol olaraq istifadə edirəm. Ki bu köynəklə davam edəcəksiniz. Mən maraqlıdır. İndi işdir də birdən Deməyin, gətirmədi. elə şeylər deməyin, xahiş edirəm. Yaxşı. Yaxşı, o mövzuya keçməliyik. Pozitivdən danışaq, əgər uğurlu olsa və bugünkü oyunda hədəflədiyim məbləği toplasam, bəli, finalda da bunu oynayacağam. Keçən dəfə də çox risk eləmədiniz ha. Açığı çox da fürsət olmadı. Artıq səsim də batır. Ona görə lazımdır ki, bu günlərin belə deyim də hədəflədiyim məbləği toplayım və dayandıraq. Finalda görüşək. İnşallah. Baxaq, nə baş verəcək? Hamısı ikinci raundda bəli olacaq. İkinci raundda bizim cavablarımızın dəyəri 2 qat artıb. İkinci raundun mövzuları isə belədir. Yazıçılar, çaylar mövzusunda oynayacağıq. Bazarlar, təbiət hadisələri, adalar mövzumuz var və inqilabi mövzu. Qədir, seçim edin. Adalar 40. Yaponların Karafuto adlandırdıkları ada, baxmayaraq ki, ondan 2-ci Dünya müharibəsindən sonra imtina etməyə məcbur olmuşdular. Elgün, Sakhalin nədir? doğrudur. Adalar 60. Robert Louis Stevenson'ın ilk öncə gəmi aşpazı adlandırdığı romanı. Elgün, Dəfinələr adası nədir? doğrudur. Adalar 100. Nublar adasında yaradılmış park necə göründüyünü Steven Spielberg'in sayəsində görə bildik. Elgün, Yura dövrünün parkı nədir? odum, Adalar 80. avtomobil yolunun hərəkətli hissəsində piyadalar üçün ayrılmış xüsusi yer. Belə yerlərə təhlükəsizlik adası deyilir. Davam edək. Çaylar 100. Şeybanilərin Mərv yaxınlığındakı darmadağından sonra İsmail Xətaiyə keçməyəcəklərini and içdikləri Orta Asiyadakı çay.
Şeybanilər Xətainin ölümünədək Amurdərya çayını keçməyəcəklərinə söz verdilər. Davam Çaylar edək. 80. Tuvalıların dünyanın ən böyük çaylarından biri olan Yenisey'ə verdikləri Uluq Hem adının mənası. Böyük Qədir. çay nədir? Doğrudur Qədir. Uluq ulu deməkdir. İnqilab mövzuyuz. Yoldaşları tərəfindən alovlu, inqilabçı və qırmızı roza adlandırılan qadın eyni anda həm Almaniya, həm də Rusiya imperiyası ilə mübarizə aparırdı. Roza Qədir. Lüksemburg kimdir? Doğrudur. İnqilab mövzu 80. 1967-ci ildə 20 qəpik dəyərində olan Sovet pulunda təsvir olunan inqilabi gəmi. Kreyser Qədir. Avrora nədir? Odur Qədir, doğrudur. İnqilab mövzu 60. Şərəfinə 19-cu əsr İtalyan inqilabçılarının Karbonari adını aldıqları yanacaq. Nə üçün məhz bu yanacaq olduğuna dair müxtəlif fərziyyələr var. Elgün, Kömür nədir? karbon, İtalyanca kömür deməkdir. Bəli, Yazıçılar 100. həm Bakı Dövlət Universitetinin rektoru, həm də Azərbaycan Yazıçılar Birliyinin ilk sədri olmuş Dərbənd doğumlu şəxs. Elgün, Tağı Şəhbazi Simurq kimdir? yox. Təəssüf ki, 1938-ci ildə Məmməd Kazım Ələkbərli Bolşevik hökuməti tərəfindən güllələnmişdi. Davam edək. Təbiət hadisələri 100. Pekindəki Bayunguan məbədinə adını vermiş pambıq kimi ağ təbiət hadisəsi. Məbəd həm də səma altındakı ilk adına malikdir. Elgün, Qar yağması nədir? yox. Çindəki bu tikilini Ağ Buludlar məbədi adlandırırlar. Davam edək. Bazarlar 100. Kömür meydanında yerləşən Bakı bazarı. İndi nə meydan, nə də bazar var. Kömürçü bazarı nədir? Bəli, Qədir, odur. Yazıçılar 80. Solaris planetinin peyzajları Sovet filmində aseton, alüminium tozu və boyalarla yaradılan yazıcı. Qədir, Stanislav Lem kimdir? doğrudur Qədir. Yazıçılar 60. Əsəri əsasında hazırlanan müzikalda hələ cavan Jodie Foster'ın Becky Thatcher rolunu oynamış yazıcı. Becky Thatcher Mark Twain'in Tom Sawyer haqqında əsərinin qəhrəmanı idi. Davam edək. İnqilab mövzu 40. Bitkiçilikdə kəskin inkişaf və yeniliklərlə müşahidə olunan inqilabın rəngi. Namiq, Yaşıl nədir? bitkilərin rənginə görə yaşıl inqilab deyilir. Bəli, Təbiət hadisələri 80. baş vermə ehtimalı belə yol işarəsi ilə xəbərdarlıq edilən təbiət hadisəsi. Ön işıqları yandırmaq və asta sürətlə getmək lazımdır. Namiq, Sürüşmə nədir? yox. Qədir. Duman nədir? Bu işarə duman ola bilmə ehtimalından xəbərdarlıq verir. Davam edək. Yazıçılar 40. Qəhrəmanı məşhur xəfiyyə skripka çalsa da özü valtornada ifa edən yazıcı. Qədir. Arthur Conan Doyle kimdir? Doğrudur. İnqilab mövzu 20. Edama məhkum olunan Fransız inqilabı əleyhdarlarının peyin arabası ilə aparıldığı qurğu belə daha alçaldıcı idi. Elgün, Gilyotin nədir? odum, Çaylar 60. Qudyal çayın sahilini təsvir etmiş rəssam. Elgün, Səttar Bəhruzadə kimdir? bəli, bu Səttar Bəhruzadənin tanınan üslubudur. Bazarlar 80. Erzurum versiyası, Erzurum çarşı bazar, içində bir qız gəzər kimi səslənən xalq mahnısı. Erzurumda sarı gəlini belə oxuyurlar. Davam edək. Çaylar 40. Elgün, 180.
180 xallıq günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. 1806-cı ildə boyunca qurulan konfederasiyaya Baden və Württemberglə yanaşı düz 36 Alman dövləti daxil olan çay. Reyn çayı nədir? Almaniyanın tarixinin böyük hissəsi Reyn çayı ilə bağlıdır. Bəli. Təbrik edirəm. Davam edək. Çox sağ olun. Təbiət hadisələri 60. Kambodjada pişiyi çimdirməklə çağırılmağa çalışılan təbiət hadisəsi ayın əsl bayrama çevrilir və Xenanmü adlanır. Qədir. Yağış nədir? Doğrudur Qədir. Bazarlar 60. Orta əsrlərdə Qafqazda məşhur olan Bərdə bazarı Əl-Kürkinin şərəfinə Əl-Kürki günü adlandırılan gün. Qədir. Bazar günü nədir? Doğrudur Qədir. Bazarlar 40. Qayalardakı çoxsaylı yuvaları tez-tez quş bazarı adlandırılan quşlar. Dəniz quşlarının yuvalarını belə adlandırırlar. Davam edək. Yazıçılar 20. Həmkarları Andre Moruanın birinci Aleksandr və ikinci Aleksandr adlandırdığı yazıçılar. Elgün. Aleksandr Duma ata, Aleksandr Duma oğul kimdir? Doğrudur. Təbiət hadisələri 40. Bəli, Elgün, eşidirik sizi. 20. Biraz açıqlaya bilərsiniz. İndiki halda 600 finalçıların ikisində keçməyimə bəs edir deyə fikirləşirəm. Ola bilər ki, yadımdan çıxıb bu rəqəmlər, amma Aha. siz artırmamı istəyirsiniz, belə başa düşdüm. Yəni həlledici məqamdayıq Gəlin, əslində 80 və final raundumuz var. Bir saniyə. Rəqibiniz sizdən öndədir. 20. Yaxşı. 20 xalla günün fürsətini cavabını sizin üçün səsləndirirəm. 1560-cı ilin 21 avqustunda baş vermiş və gələcək alim Tycho Brahe'də astronomiyaya maraq oyatmış təbiət hadisəsi. Günəş tutulması nədir? Doğrudur Elgün. Adalar 20. Kral ailəsi ənənəvi olaraq tətilini Mallorca adasına keçirən ölkə. Elgün. İspaniya nədir? İspan adası Mallorca'da İspaniya kral ailəsi dincəlir. Bəli. Çaylar 20. İkinci raundu da burada bitiririk və xallara nəzər yetirək. Namiq mənfi 40 xalla ikinci raundu başa vurursunuz. Təəssüflə bildirməliyəm ki, final raundunda bizdən oynamayacaqsınız. Elgün 620 xalınız var. Qədir 670 xalla ikinci raundu başa vurursunuz. Əziz izləyicilər, birazdan final raundunda görüşəcəyik, amma finala ayrılmazdan öncə raundun mövzusunu açıqlayıram və iştirakçılarımız hansı xallarla final üçün gediş edəcəklər, bunu müəyyənləşdirirlər. Beləliklə, final raundunun mövzusu riyaziyyat mövzusunda oynayacağıq. Final raundunda yenidən buradayıq. Əziz izləyicilər, günün həll edici məqamı final raundunda yenidən buradayıq. Həyəcanlı məqamlardan biri də əslində final raundunun mövzusunu açıqlamışdım və iştirakçılarımız hansı xallarla gediş edirlər, bunu müəyyənləşdirdilər. Görək, 3 oyundur oynayan və finala çıxmaq istəyən Elgün artıq 4-cü oyunda bugün, yəni finala vəsiqə qazana biləcəkmi, yoxsa Qədir bu sistemi ləğv eləyəcək? Beləliklə, riyaziyyat mövzusunda oynayırıq. Final raundunun cavabı belədir. Aya uçuş hesablamalarını etməyi riyaziyyatçı Henri Garcé'dən xahiş edən həmyerlisi. Vaxt getdi.
Vaxt bitdi. Nəzər yetirək versiyalarınıza. Elgün, sizin versiyanı görək. Fransız riyaziyyatçısı Henri Garcet'dən Aya uçuş trayektoriyasını Jules Verne'in Yerdən Aya əsəri üçün hesablamışdı. Bəli, doğru versiyadır. İndi əsas məqam hansı xalla gediş etmişsiniz? Risk eləməmişsiniz Elgün. 620 xal oyunu tamamlayırsınız. Nə düşünürsünüz? Təbii ki, Qədirin cavabından və gedişindən asılıdır. Qədir, sizin versiyanı görək. Versiya yoxdur. Tam mənə uyğun olmayan bir mövzudur. İndi əsas məsələ Qədir necə risk eləyib? Qədir 50 xalla gediş edib və 620 xalın oyunu tamamlayır. Hər iki xal bərabərdir. Dostlar, bu o deməkdir ki, hər ikiniz də bugünün qalibisiz, amma bir məsələni dəqiqləşdirmək üçün ikinizi də mərkəzə dəvət edirəm. Təbrik edirəm hər ikinizi də. Sağ olun. Çox Necə sağ hiss edirsiniz? olun. İndi hər şey yaxşıdır. Rahat. Bəli. Qədir, siz Mən də çox yaxşı özümü hiss edirəm. Məncə maraqlı oyun oldu. maraqlı 4 oldu. oyun oynayan Elgündən başa-baş maraqlı bir mübarizə apara bildik. Aha. İndi bizi maraqlandıran bir məqam var. Elgün, əvvəlcə sizdən soruşum. Mən xalımı görə bilərəm. Ümumi toplam 3160 manat var balansda. Yaxşı məbləğdir. Mən burada dayandırmaq istəyirəm. İnanıram ki, bu məbləğ mənim finalda oynamama belə deyim də kömək eləyir. Elgün, eyni köynə ilə gələcəksiniz finala. Mən yoxsa? artıq sizə söz vermişəm. Aha. Uğurlar sizə. Çox sağ olun. Qədir, davam edirsiniz. Bəli, oynamaq istəyirəm. Qədirlə növbəti oyunda görüşəcəyik. Mən isə bir daha xatırladım. Böyük finalda bizim finalçılarımız məhz 5000 manat pul mükafatı uğrunda mübarizə aparacaqlar. Gəlin elə indiki nəticələrə uyğun böyük finalın potensial finalçıları kimlərdir? Onları tanıyaq. 3081 manatla Raqib İsmailov. 3160 manatla Elgün Abdurrahmanov. 5802 manatla Həsən Abbaslı potensial finalçılardır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 izləyirdiniz. Gələn həftə yenidən burada olacağıq. Özünüzə yaxşı baxın. Hələlik.